Demək, nə oldu buna? Qoşula bildiniz. Sonra səsim gəlir. Bəli, bəli. Gəlir mənim, gəlir. Növbəti gəlir aksesin digər obyektlərindən biri olan repos. Bir də necə olacaq? Siz aksesin obyektlərini aksesin modellərindən qarışdırasınız. Aksesin neçə modeli var idi? 4 dənə. Şəbəkə, obyekt yönlü, Hiyerarxik. relyasiya, Hiyerarxik. hiyerarxik. Bəli. Obyektləri başqadır, modelləri başqadır. Model 4 dənədir, obyekt daha çoxdur. Növbəti obyekt hesabat obyektidir. Hesabat bir şeyin əvvəlində olur, yoxsa axırında? Təbii ki, axırında. Axırda. Ona görə də biz burada həmən xatırlayırıq alqoritmin ən sonunda nəticələrin çapa getdiyi çap bloku. Bax, görürsünüzmü? Çap bloku həmişə gəlirdi alqoritmin ən axırında, aşağısında, məsələn, içində S yazılırdı. Hə, artıq biz bilirdik ki, S sonda çapa getməlidir. Ona görə hesabatın açar sözlərindən biri nədir? Çap. Все, hesabatın açar sözü çapdır, yəni son. 2000, bilmirəm, neçənci ilin qəbulu idisə, belə bir sual düşmüş ki, aksesin hansı obyektində verilənləri redaktə etmək artıq mümkün deyil. Bu nə olacaq elə? Hesabat. Hesabat. Bəli, çünki artıq olan olub, keçən keçib. İşin axırıdır, ayın axırıdır, ilin axırıdır. Page. Bu çox asan düşür. Əgər öz səhifənizi siz internetlə əlaqələndirirsinizsə, ona görə deyirik ki, bu səhifələr elə internet və lokal şəbəkə səhifələridir. Yəni internet səhifəsi. Makrosun Word-də və Excel-də qabağımıza çıxıb. Nə idi açar sözü? Makros. Tez makros. Tez-tez yenilənən əməliyyatlar idi. Bəli, təkrarlanan. tez-tez yerinə yetirilən əməliyyatlardır. Makrosun başqa bir tərifi də avtomatlaşdırmaq üçün. Sadece 194 lira el yapımı. Ayşə, mikrofonunuzu bağlayın da. Deməli, daha sonra modul, bir daha deyəm, makros tez-tez yerinə yetiriləndə, bir də avtomatlaşdırmaq üçün. Yəni tez-tez elə avtomatik deməkdir. Bir də gəldi modul. Biz bu şeydə də problem deyil, narahat olmayın. Biz bu hardware-ni sual-cavab eləyəndə də demişik ki, və yaxud dərsində də demişik ki, bir modul prinsipi var. Neçənci nəsildə idi modul prinsipi? Üçüncü nəsil. Ay, sağ olun. Nə idi? Kompüterə yeni qurğular qoşmaqla onun imkanlarını genişləndirmək, yəni əlavə qurğu qoşmaqla. Buradakı modul prinsip də onun kimidir. Öz bazamızı genişləndiririk. Görürsən, burada yazıb. Verilənlər bazasını genişləndirmə. Görürsünüz, haradakı modul sözü var. Orada genişləndirmək sözü var. Orada, indi burada bilmirəm, yazıb yoxsa yox, yazmayıb. Açar sözlərindən biri də mürəkkəb informasiya ilə işləməkdir. Yəni, daha böyük informasiya, mürəkkəb. Bir də Visual Basic dilində yazılmış proqramlar. Növbəti cədvəl. Bu cədvəldə skrin eləyə bilərsiniz. Yəni, özünüz üçün saxlayın, qruplarınızı atmayın. Əyani tələbələr, qruplarınızı atmayın. Sonra, cədvəlin və sahənin adının uzunluğu 64 simvoldan çox ola bilməz. Baxın, haradakı cədvəllə bağlı verilənlər var, orada cavab 2-nin üstüdür. Görürsən, cədvəlin adı 64 simvoldan çox ola bilməz. Həmçinin sütunun da adı. 2 üstü yenə gəlirmi? Gəlir. Növbəti bax, görürsən, harada 2 üstü var? Eyni zamanda bazada 2048 cədvəl olar. Yenə 2 üstü 11. Hər bir cədvəlin ölçüsü 2 GB. Hamısı 2 üstünə gəlir. Amma cədvəldə 255-ə qədər sütun ola bilər. Cədvəlin sahənin, yəni sütunun xüsusiyyətinin qiymətində 255-ə qədər simvol ola bilər. Bax, bu nə deməkdir? Bax, bu bir sütundur, düzdür? Sütunun adı neçə simvoldan ibarət ola bilər? 64. Məsələn, yazsan burada soy ad. Bu soy ad ifadəsini maksimum simvollarını artırıb 64 eləyə bilərsən. Bəs bir şəxsin burada qeyd edəcəyim soy adının simvollarının sayı neçə ola bilər? 255. 155. Bəli. Sütun başlığı, sanki atributun adı, bu sütun başlığı 64 simvoldan ibarət ola bilər. Amma bu içinə yazacağın hər hansı bir şəxsin məlumatı isə 255-i aça bilməz.
Bu memodur. Əslində memo deyil, bunu yığışdırırlar. Long textdir. İndi birazdan izah edəcəm. Short text 255 simvoldan ibarət olur. Long text 4000-dən çox, yəni 65536 simvoldan ibarət olur. Bu yoxdur ümumiyyətlə, bunu yığışdırıblar. Yəni olay var deyəcəm indi oyun, amma memo yoxdur. Belə, bax bu cədvəldə dediyim kimi öyrənmək lazımdır. Sonra baxaq görə çox böyük dərsdir. Ona görə görsü dərsi yazıram. Hara lazımsa oranı keçsəm. Yəni ehtiyac yoxdur bunun hamısını öyrənməyə. Görürsünüz, nə boyda dərsdir. Bizim proqrama uyğun deyil. Verilənlərin tipləri. Hə, bu cədvəli skrin eləyin, öyrənin. Bax görsən bayaq yazıb. Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Yəni hər bir sütunun bir dənə adı var. Başqa bir cədvəldə başqa sütun yoxdur. Hər bir sahənin xüsusiyyətlərindən biri də onun uzunluğudur. Yəni sahənin uzunluğu orada yerləşdirəcək verilənlərin simvollar və ya işarələr sayı ilə müəyyən olunur. Yəni bir sütunda uzunluğu təyin edən orada daxil etdiyin simvolların sayıdır. Sahənin adının uzunluğu cədvəlin adının uzunluğu kimi 64 simvoldan ibarət olmalıdır. Bunu yuxarıda dedik. Cədvəldə 255 sütun ola bilər. Bunu da dedik. Xüsusiyyəti 255 ola bilər. Bunu da dedik. Yəni eyni şeylər demək olur. Bu verilənlərin tipidir. Bu hələ ki qalsın. İndi bunu izah edəcəm. Şöyle aşağıda nə var? Xırda məlumatlar var burada. Bax, bunu da öyrənmək lazımdır. Bu heç, bu cədvəlin adının uzunluğudur. Bunu bayaq dedik. Cədvəlin adında nöqtədən, nidadan, kvadrat mötərizədən istifadə etmək olmaz. Və boşluqla, yəni space-dən başlamamalıdır. Bunu da bilməlisiniz. Bu 0.31, bu heç bunu bilməsəz də olar. Cədvəlin adında düz dırnaq işarəsindən istifadə etmək olmaz. Bunu da mütləq bilməliyik. Excel'də necə idi müəllim? Excel'də də var idi cədvəl. Excel'də iş vərəqi idi. Qapalı mötərizələr, qoşa nöqtə, ulduz, sual və slashlər sağa sola. Düz istifadə eləmək olardı. Çox sağ olun. Xoş. Əlay, bu heç. Burada bəzi məlumatlar var. Tapa bilmirəm onları. Hə, verilənlərin neçə cür nizamlanması, sıralanması var? 2 cür. Biri nədir? Ascending. Ascending azdan çoxadır, çoxdan aza. Azdan çoxa. Azdan çoxa. Descending nədir? Çoxdan aza. Azdan çox. Azalan sayılır. Azalan. Bəli. Məsələn, A-dan Z-ə azdan çoxa düzürsünüzsə, bu ascendingdir. Yoxsa bu A hərfi A-dan Z-ə. Yox, Z-dən A-ya düzürsünüzsə, bu descending, tərsi. D hər şeyin tərsidir demək olar ki. Sonra burada var bizim, bax belə bir cədvəl. Bu cədvəl çox önəmlidir. Buradan suallar düşə bilər ki, zaman düşüb. Baxın, bu cədvəlin neçə dənə sütunu var sualını versə, neçə sütunu olacaq sualını versə, burada hansı sütunun qabağına ki işarə qoyulub, o qədər sütun olacaq cədvəl. Yəni bu sütun görünməyəcək. Görünməməsi o demək deyil ki, orada bir sorğu varsa, o sorğunu yerinə yetirməyəsiniz. Xeyr, yerinə yetirəsiniz. Sadəcə cədvəlin o sütunu görünmür. İndi, bax görsənmi, burada bir şərt var. Məntiq balı 43-dən böyük bərabər. Bir də burada var. İngilis dili balı 19-dan böyük bərabər. Bəzi tələbələr bilir aranızda. Əgər bizə verilmiş bu şərtlər müxtəlif sətirlərdə olarsa, biz bunların əndini tapırıq, orunu Or. müxtəlif sətirdə olarsa. Or. Müxtəlif sətirdə onda əndin End. tapılır. End. Yox, müxtəlif sətirdirsə ordur. Yox, əgər bu böyük bərabərdir, yuxarı sətirdə olsaydı, eyni sətirdə, ənd. Ənd nədir? Kəsişmə deyil. Bəli. Bunlar eyni Bəli, ikisi sətirdə də eyni olanda anda. kəsişir, müxtəlif sətirdə olanda kəsişir. Eyni sətirdə olanda. Eyni. Ona görə Eyni. müxtəlif sətirdədirsə or, eyni sətirdədirsə ənd tapmalısınız. İndi siz bunların əndini yox, orunu tapmalısınız. İndi cədvəllər var, testlər var, orada işləyəndə görəsiniz.
Məsəl üçün deyirəm, məntiq balı 43-dən böyük olanları tapdım. Xarici dili də 19-dan böyük olanları tapdım. Tutaq ki, tapdım. Biri 3-dür, biri 7-dir, biri 9-dur, biri də 12-dir. Hə, bununla iş bitmir. Ən axırda da bir dənə nə deyir sizcə? Bax, sizcə nə deyir? Artan sırayla onları Aferin Nəyə Esra. görə artan sıra? balla, informatika balları. Ay, sağ ol, bəli. İnformatika balına görə. Məsəl üçün, 3-cü sətirdəki tələbənin informatika balı 19-dur. 7-cidəki nəticəsi 15-dir. Bu 20-dir. Bu da nə bilim olsun tutaq ki 16. İndi bunu askenlik eləməlisiniz. Tapdıqlarınızı informatika balına görə azdan çoxa düzməlisiniz. Onda birinci nə gəlir? 7, 7, 12, 12, 3, 9. 3, 9. 3, 9. Bəli. Bu da oldu bizim ümumi nəticəmiz. Bəs soruşsa ki, burada neçə sütun var? Hə, neçə sütun varı soruşsa cavab 4 dənə olacaq. Yəni desək ki, cədvələ tətbiq olunmuş sorğudan sonra neçə sütun yaranır, o zaman 4. Həmişə demək olar ki, bunu soruşur. Qabağında quş işarəsi olanlar. Verilənlərin sıralanmasının dediyi azdan çoxa, çoxdan aza 2 cür sıralama var. Bax, yadda saxlayın 2 cür. Azdan çoxa, çoxdan aza. Başqa nə olacaq ki? Ortadan o tərəfə, ortadan bu tərəfə verməyəcək. 2 cür sıralanma var. Deməli, 2021 idi deyək. Yox, 2020-nin qəbul sualıdır. Verilənlər üzərində 4 dənə əməliyyat apara bilərik. Hesabi, müqayisə, məntiqi və xüsusi əməliyyatlar. Bax, bu 2020-ci ildə qəbula düşüb. Hesabi, müqayisə, məntiqi və xüsusi əməliyyatlar. Bu da 2024-də qəbula düşüb. Sabitlər. Burada da 4 sabit var. True, false, bu boşluğu bildirir. Bu da ki, dırnaq, yəni boş sətri bildirən dırnaq işarəsidir. Sakin ki, bunları yadda saxlayın. Təkrarlanma ehtimalı çoxdur. Adicə 2021-də düşən 2 sual gəlib 2025-də ard-arda yenə düşüb. 2 sual üzrə təkrarlanıb. Hətta 3 sual. Sonra demək olar ki, bitdi. Buradan bu tərəfə heç nə yoxdur. Bir dənə qaldı verilənlərin o tipləri. İndi onlarla izah edəcəm. Onunla da akses gəlir burada da testləri başlayır. Hə, indi o verilənlərin tiplərini daha qəşəng başa düşmək üçün gedirik hara? Gedirik Axel nə idi? Aksesin cədvəlinə. Siz deyə Müəllim, bu bilərsiniz PDF ata bilərsiniz. necə? Üzr istəyirəm, sözünüzü kəsdim. PDF ata bilərsiniz əmrintanızı qrupda. Çünki yoxdur kitab. Ataram hə, bu tam PDF-dir. Hər şey var içində, amma bu ofis proqramları yoxdur da. Bir dənə şey Access buradan oxumaq sərf edir. Word, Excel buradan oxumaq sərf eləmir ha. Word 2010. Ataram, buradan istifadə edərsiniz. Deməli biz nə edirik? Hə, Access. İndi mənə deyin görün bu Access proqramı tətbiqidir yoxsa sistem? Tətbiqi. Tətbiqidir. Tətbiqi. Nəyə daxildir? Microsoft Office paketinə. Microsoft Office. Bəli, Word, Excel, Power, Paketlər tətbiq Access, etdi. Outlook, OneNote, Publisher, SharePoint, Visio, Project, Not. InfoPass. Hamısı Microsoft Office paketidir. Verilənlər bazasının nəyi? Deməli, verilənlər bazasının adı nə olur? Database. Databazı. Word-ün adı nə olurdu? Document. Dokument. Excel'in Book 1. Book. İnşallah PowerPoint keçəcək. Orada da Presentation. Genişlənməsi nə olur bəs bunun? A, S, S, D, B. CD. Bəli, bu gün sınaq işləyəndə bəziləri səhv yazıb. Götürüb bunu bir dənə S yazıblar. Yox. 2 S var burada. A, S, S, D, B. Bu da bunun genişlənməsidir. Word-ün genişlənməsi nə idi susmaya görə? DocX. Yox, X-i də var. DocX. Dox. DocX-dir. Excel-də xırlısı X, Access-də də A, S, S, D, B. Bax, bu Access cədvəlidir. Daha doğrusu Access proqramıdır. Bəxtimiz orada gətirib ki, bunun tabları falan düşmür. Demək, biz burada cədvəl yaratmaq üçün mütləq şəkildə cədvəli çevirməliyik dizayn rejiminə. Bu sınaqlarda falan, ümumi sınaqlarda düşürək. Dizayn rejimində cədvəlin nəyin təyin edirlər? Şimdi deyər, dizayn rejimində cədvəlin nəyin təyin edirik? Strukturunu. Ay, sağ olun. Bax, bəli, o qədər hiss olunur ki, ümumi sınaqlar yazırsınız.
Bəli, cədvəlin strukturunu təyin edirik. Dizayn rejimi elə özü struktur rejimi deməkdir. Dizayn rejimində cədvəlin 3 dənə sütunu olur. Biri file name, biri data tip, biri description. Yəni biz burada sütunun adını, o sütunun tipini, bir də əlavə təsvir əlavə edə bilərik. Tutaq ki, bir dənə şəxs haqqında, məsəl üçün, bir dənə şirkətin işçiləri haqqında bir cədvəl düzəldirəm. Tələb olunur ki, bu şəxslərin adını mütləq şəkildə bilməliyik. İndi sizcə mən bir şəxsin adını bu gördüyünüz tiplərin hansında qoymağım daha məsləhətdir? Short text. Short text, bəli. Qısa mətn. Short text neçəyə qədər olur dedik? 255. Bəli, 255-ə qədər məncə bəhsdir ki, bir adamın adını qeyd edək. Sonra gəlir soyadı. Bunu nə qoyarıq sizcə? Yenə short text. Yenə short text. Bəli. Bir də burada long text var. Long text 65536 dənə simvoldur. Yəni bu parametrlər üçün bu qədər simvol çox olur. Bu şəxsin O yaşını ünvanı yarayar. necə? Ünvan qoyanda misal üçün long text qoya bilərik. Yox, Məntiqi long olar. text inanın ki, bu da ağlıma gəlmir ki, deyəm o nəyə istifadə olunur. Çünki çox uzundur. O boyda yəni 65536 ehtiyac yoxdur çox vaxt. Yaxşı, yaşını nə seçərəm buradan? Number. Number, bəli. Burada Ya da large date. var. Bir də ki, adi number var. Large daha böyük ədədlər üçündür. Number isə daha kiçik. Sonra, məsəl üçün, bu şəxsin maaşı. Currency. Number. Currency. Tələsməyin. Nə olar siz? Currency. Currency. Current. Pul vahidi, bəli. Bu şəxsin işə gəlmə vaxtı. Elə vaxt yazıram. İşə Date. gəl. Time. Time. Date and time. Bəli, zaman və tarix. Bu şəxsin hərbidə olub olmaması. Yes, Yes. no. Yes, no. Bəli. Baxın, bu sütunlardan ilk 2 dənəsini doldurmağa məcburuq. Yəni, data tiplə, file name-lə data tip. Yəni, bir sütunun adını, heç olmasa cədvəl düzəldəndə sütunun adını yazmalısan da. Yoxsa mən nə bilim bu cədvəl nədir? Sütunun adını yazmalıyam. Sütunun adını yazmışamsa, avtomatik mən onun tipini də seçməliyəm. Çünki problem yaşadacaq bizə akses. Bu üçüncü isə description, yəni əlavə təsvir deməkdir. Yəni doldurmaq elə də məcburi deyil. İlk x-ini doldurmaq məcburidir. Bunu doldurmaq məcburi deyil. Bu belə bir hallarda istifadə oluna bilər. Məsəl üçün, bura yazırıq hərbi. Tutaq ki, qabağına yazmışsan no. Hətta burada buna açıqlama tələb eləyə bilir deyə, buradan özün yaza bilərsən. Hər hansı bir xəstəlik səbəbindən, nə bilim, ailə durumuna görə və s. Yəni xüsusi qeyd. Bəli, xüsusi qeyddir. Ehtiyac ola da bilər, olmaya da bilər. Amma sən deyə bilmərsən, axı mən götürüb burada hərbinin qabağını boş qoymuşam. Yəni tip seçməmişəm. Onu kommentariya kimi də nəzərə almaq Bəli, olar bəli. məncə. Haşiyə çıxırsan da, yəni əlavə bir şey deyirsən məsələn. Məsələn, maaşdır, sən bunu necə tipini seçməyə bilərsən? Nə, akses nə bilirsin ki, maaş nə tipindədir? Məsələn, görək orada sonra nə qaldı? Hə, məsəl üçün, mail ünvanı nə qoya bilərik? Hyperlink. Hyperlink, bəli. Qoyaram hyperlink. Tutaq ki, bu şəxsin şəkli ola bilər, nə bilim, Attachment. şəxs haqqında musiqi, video ola bilər. Bu nədir? CV fayl ola bilər. Attachment. Oley. Öyle object. Oley, bəli. Ümumi sınavda da var deyə, Oley obyekt sahəsində saxlanılır. Multimedia tipli verilənlər. Düzdür, attachment falan da burada ola bilər, amma bir sizin testlərinizdə, sizin proqramınızda bunu Oley götürülür. Baxın, bu gördüyünüz, bu belə eləyim, bu belə. Bu gördüyünüz aksesdə sahə tipləridir. Testdə düşəcək hansı aksesin sahə tipləridir. Bir-bir yazdım, göstərdim ki, yadınızda qalsın. Short text, long text, number, large number, zaman tarix, pul vahidi. Auto number-da bunu biz hara qoya bilərik? Avtomatik artan nələrsə olsa ora. Bu sayğac sahəsidir. Auto number, sayğac. Avtomatik artma xüsusiyyətinə malik. Yəni özü arta-arta gedir. Bu dəqiqə ağlıma gəlmədi, onu nəyə qoya bilərik? Nəysə də, nə bilim, maaş Misal üçün, artımı.
Bir rəqəm qoya bilərik ki, işə girdikcən, yeni istifadəçi gəldikcən o artsın, daxili ID kimi. Misal üçün, mənə işə girdim, mənə bir ID verildi. Məndən sonra siz girdiniz, o sizə verilsin o ID, yeni bir ID Bəli, kimi. ola bilər düzdür. Yəni elə bir şey eləyə bilərik. Yəni, avtomatik artmadır, sayğac xüsusiyyətinə malikdir. Qısası, bax bu hissəni bilmək lazımdır ki, bunlar aksesin sahə tipləridir. Son 3 dənəsi nədir? Əlavə tipdir. Attachment, calculate, hesablamalarla bağlı, nə bilim, bu da multimedia tipli verilərlə bağlı və s. Son 3 dənəsi əlavə tipdir, yerdə qalanlar isə əsas tiplərdir. Və bir də yadda saxlayın ki, ole obyekt və son 3 dənə əlavə tipi açar sahə kimi qoymaq olmur. Biz ayrıca bunu belə qəbul ediblər. Məsəl üçün, baxın, görürsünüz, bax, tutaq ki, number seçirəm, number tipi, açar sahə aktivdir. Amma gəlin mən bunu ole tipi seçim. Görürsən, deaktiv oldu. Ole bir də attachment, calculate wizard. Yəni son 3 dənə bir də oleni açar sahə kimi qoymaq olmur. İndi növbəti verəcəyim məlumatdan sonra aksesi bitirdik. Sizə test izahlarını da göndərəcəm aksesin. Hə, bir də biz burada ən doğru danışacağıq. Bax, sizcə bizim bu cədvəlimiz, hələ ki bu cədvəl deyil, biz hələ cədvəli düzəldirik. Biz dizayn rejimindəyik. Sizcə bizim bu cədvəli üzərinə ox vurub cədvələ çevirəndə bu cədvəlin neçə sütunu olacaq? 2 sütun olar da yəqin ki. Çünki Yox, yox, bu ikisini dizayn doldurur. rejimində 8. 8 sütun 8. olacaq. Bəli. Baxın, adı, soyadı, yaş, maaş, bunlar harda yazılır? Sütun Sütunlarda. başlığında. Sütunlarda. Sütunda. Ay, sağ olun. Sütun başlığında yazılır, düzdür. Ona görə də adı, soyadı, maaş və s. sizə belə bir cədvəl versə, Atributlar dizayn deməli. rejimində soruşsa bu cədvəlin neçə sütunu var, orada çaşıb 2 deməyin. Və yaxud 3 deməyin. Bu dizayn rejiminin sütunudur. Sizin cədvəlinizin sütunu deyil bu. Bu sizin deyil hələ. Sizin sütunlarınız bax budur. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəs ay müəllim, sətirlər nə oldu? Sətirlər oldu ki, sətirlər hələ yoxdur. Biz dedik axı sətirlər orada neçə nəfər varsa o qədərdir. Burada nəfər sayı var heç? Yox. Ona görə bu rejimdə belə bir şəkildə sütun soruşsa, düşüb sətirləri sayırsınız. İndi bunu sizə göstərim. Bax, bu cədvəli çevirirəm əsl cədvələ. İndi bax, fikir ver. Görürsən, sütunların sayına bax. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu click add to, yəni yeni sütun əlavə edir. O bizə aid deyil. Yəni bu rejimdə sütun sayı sətirlərin sayıdır. Yəni burada çaşmır. Son olaraq da and or deyək, onunla da bitirək. And or, bilmirəm, orta məktəbdə falan keçirlərmi? Bizdə and kəsişmədir, or birləşmə. Gəlin bunu da deyək. Məsəl üçün, bir dənə A olsun. Biz bunu götürək. 1, 3, 5, 6, 9, 10. Bir dənə B olsun. Bunu götürək. 2, 4, 6, 8, 9, 10, 15. İndi bunların ikisinin əndi bizə nə verir? Ortaqları. Kəsiklik. 6. 6, Ay 9, sağ ol. 10. 6, 9, 10. 9, 10. Bu ənddir. Yəni ikisinin də ortaqlarını tapırıq. Oru tapmağın ən asan yolunu sizə deyirəm. Or birləşmədir. Bax, or tapmaq üçün ikisindən birini götürürsünüz, yazırsınız. Yazdım. 1, 3, 5, 6, 9, 10. Sonra baxırsınız ki, nələr çatmır. 2, 4, 6, 8. Ay sağ ol. 2, İkisi yoxdur. Bax, ikisi yoxdur. 4'ü yoxdur. 6'sı var idi, əslində 6'sı var. 8'i yoxdur. 9'u 15. 10'u var. 15'i yoxdur. Bu da oldu bunun birləşməsi. Всё. Çoxluqlar dərsi. Bəli. Aydındır. İndi Bəli. aksesini sizə qəşəng 2 videodan ibarət testin göndərəcəm. Test izahını göndərəcəm. O test izahına baxsaq kifayətdir, bəsinizdir. Özün Bizim işləməyəm onu. necə? Özün işləməyək testin.
Yo, yo, test izahına baxın kifayətdir. Özünüz nə vaxt işləyərsiniz? Bu quizlər gəlib ora çatacaq ha. Onda. Hı. Başa düşdünüz? Testləri yazmısınızmı? Ev tapşırırım. Müəllim, Bəli. Bəli. Tabii məndə oxumam. bu ikinci kitab yoxdur. Excelin sizdə o test izahlarını dayandıra yazdım. Elə Ha, Exceldən o cür o lap suallar qəşəng düşürsə, idi. Yəni onu mən ona görə atmışdım əslində. hə elə elədim. İndi Çünki evə kitabım verdiyim yoxdur, quizləri almamışam. yazmısınız? Yox müəllim, qrupa atmamışdılar, bizdə olmadı, yazmadıq. Yox, mən sizə quiz göndərməmişəm evə. Yox, Qoy. yox. Prosta Excel-i vermişdiniz deyə heç mən Yo, yazmadım Excel-ə heç görə qrupa. göndər. Hə, yazmaq üstə Excel-ə görə göndərməmişəm. Mənim Axırda da Excelin qəbul testini nə? hansı qrupa atmışdınız? Nə? Excelin testini hansı qrupa atmışdınız? Test deyildi, test izahı idi. İstəyirsiniz Yəni ümumi göndərərəm qrupda sizə var də. idi. İstəyirsiniz sizə də Olar mənim. göndərərəm, aksesi də Müəllim, göndərərəm. bizə göndərməz axı o izahı. Yox, göndəribdi bizim o Yox, 3-6 mən qrupuna göndərmişəm yollayıb. məncə. Mənim bizdə də Göndərmisiniz? yoxdur. Yoxdur 3-6 axı 22 qruplarda. normalda yox. Yox, Yox, 3-6 qrupu yoxdur. deyilsiz siz. 3-6 deyilsiniz siz. Orada ancaq sınaq 6 izahları var. 22 Excel. 3-6 qrupsuz. Bu 2 nəfər əlavə qoşulub, onlar heç. Qalanlar 3-6, 21, 22 nolma Yox, qrup. müəllim 3-6 qrupundan mən götürdüm, var idi orada. Yox, məncə var idi. Axırda və sizdən qəbul 2020 işləmişik. Yox, 21. 21. Hə, onda hər şey qaydasındadır. 21 Dünən işləmişik. gedir göndərər. Ev yox, qoyun qalsın, sizin tapşırıqlarınız var. Çünki yetəri qədər test yazmısınız. Bu dəfə çalışın aksesi, test izahlarına baxın. İndi Excel-ə də baxarız. Amma bu dəfə sizə test göndərəcəm. Əməliyyat sistemlərinin, biz axırıncı bir proqram təminatı yazmışıq da, düzdürmü? Hardware yazmışıq. Hə? Hardware. Bəli. Proqram. Yox, müəllim, proqram Proqram təminatı təminatı. qəbul Yox, yox, 2000. proqram təminatı. Bu 21. dəfə əməliyyat sistemi göndərəcəm. Əməliyyat sistemi göndərəcəm, amma səbirli olun. İkinci gün əməliyyat sistemi dərsini keçib sonra yazarsınız. 2-5-19-da təkrar dərs keçirik ya. Onda əməliyyat sistemi keçəcəm. Ona gəlin belə eləyək. Bir-iki dənə burada aksesin testinə baxaq. Onunla da yavaş-yavaş bu günü yekunlaşdıraq. Mən elə bilim sizə test də göndərmişəm. Eybi yox. Müəllim, Excel-i yenidən göndərə bilərsiniz. Mən yenə baxdım, tapmadım Hər Excel-i. hansı bir qrupda video tapamadım. axtarırsınızsa, videonun media bölməsində orada link Mən baxdıq bölməsi. yoxdur. Baxdım, indi də Yoxdur baxdım. müəllim. tapamadım. Xeyr, Yoxdur. yoxdur Sadəcə bizdə. video izahı var. Dərsin Hə, izahı. yaxşı. Bəli, video İstəsəz izahı var. göndərəcəm birazdan, narahat olmayın. Deməli, baxın 19 tipli suallara. Gəlin, hələ biraz vaxtımız var, yuxarıdan baxaq. Məsəl üçün 1. Access faylının genişlənməsi hansıdır? C C variantı. variantı. C. C Ay, variantı. sağ olun, bəli. Access verilənlər bazasının hansı tipinə aiddir? Bura. Access nədir? Cədvəl. Radiasiyadır. Ay, sağ ol. Real- Onda cədvəl nə olur? Relyasiya. D. Bir də yadınıza saxlayın ki, verilənlər bazasının əsas obyekti nədir? Cədvəl. Cədvəl. Cədvəlin əsas obyekti nədir? Sahə. Aha. Yəni sütun. Bir daha deyirəm. Verilənlər bazasının əsas obyekti cədvəl. Cədvəlin əsas obyekti sütundur. Sahə. Hə, yəni sütun sahə. Burada deyir verilənlər bazasında neçə dənə sahə var. Sahə nədir? Sütun. 1, 2, 3, 4, 5 dənə. 5. Bəs neçə sətr var? 2. 2 yoxsa 3? 2. Bəli, heç vaxt bu birincini saymırsınız. Sütun sayı 2 dənədir. 1, sətr sayı 1, 2 dənə. Mirzəyev və Babayev. Bu sütun başlıqları, atributların olduğudur. Bu sayılmır. 5-ə baxın. 5-in cavabı nə olar? Açar. Bir neçə atribut demişdik. Dediyi bir Şey, şəxs. D deyil, D-dir. Timer key. Uyğun deyil? yazılıb bir qiymətli təyin edən sahətdir. O deyil. D. Ha, yox. O unikal değil. Unikal değildi. Deyil, deyil. Dedi. Nədir? Siz nə deyirsiniz bəs? Bir qiymətli Asar- dediniz də, bayaq bir qiymətli demişdiniz. Hələ uyğun yazını bir qiymətli təyin edir də. Yəni bir dənə onu təyin edir. Bir dənə onu tapır. Fin kod, iş nömrəsi, seriya nömrəsi.
Açar bir və ya bir neçə atributdur. Bir sütunda bir sətir, daha doğrusu cədvəldə bir neçə dənə açar ola bilər. İş nömrəsi tutaq ki, fin kod. Hə, 12-ci sualda maraqlı. Görün nə olar. Verilənlər bazasında real obyektin və ya prosesin bir parametrini saxlayır. Bu cədvəlin nə idi sizcə? Bir parametr. Sahə. Sütunu. Bəs bir Sahəsi. neçə parametrini saxlayan nədir? Yazı. Ay, Sətir. sağ olun, sətirdir. Bax, niyə görə sütun bir parametr saxlayır? Bax, məsələn, 4 burada 1, 2, 3, 4, 5 sütun var. Hər hansı bir sütunu götürürəm, məsələn, bu sütun. Ancaq nə saxlayır? Universitet. Bunu götürürəm, bir sütun. Nə saxlayır? Yer. Bir parametr saxlayır, görürsünüz? Amma istənilən bir sətir götürün. Çıx. İstənilən bir sətir götürün. Bu sətir bir şəxsin görürsünüz bir neçə parametrini saxladı. Adını, valını, universitetini və s. Bir dənə cədvəllərə baxaq, onunla da yekunlaşdıraq. 19. Əldən orla bağlıdır. Baxın, həmişə mötərizə varsa birinci mötərizə, mötərizə yoxdursa, and or varsa, sizcə birinci and eləməlisiniz, yoxsa oru? Əndi. Əndi, bəli. Çünki and məntiqi vurmadır, or məntiqi toplama. Ona görə and varsa birinci əndi, sonra oru. Mötərizə varsa ikisindən də birinci təbii ki mötərizə. Birinci mötərizənin içində yazıb. Fizikası 5 və ya informatikası 5. Bax, yadınızda saxlayın. Or və ya deməkdir. Əgər or varsa, ikisindən biri ödəyirsə, ya fizika tərəfi, ya informatika tərəfi, həmin sətri götürə bilərik. Məsələn, burada sorğu bir fizika, bir də informatika üzrə aparılır, düzdür? Burada fizikası 5 və ya informatikası 5 olan. Məsələn, bunun fizikası 5 deyil, amma informatikası 5-dir. Bunu götürəcəm sizcə. Götürəcək Bəli, də. müəllim. Ay, sağ ol, götürəcəm. Birinci sətri götürdüm, 1. İkinciyə baxıram, fizikası 5-dir. Heç informatikasına baxmağa ehtiyac yoxdur, 2. Götürür. Bunlarda heç Yəni- biri yoxdur. Burada da Dörd. biri varsa götürürəm. 1, 2, 4. Düzdür? İndi Hə. e, keçdim bu tərəfə. Bunu kəsişdirməlisiniz, ənd elətdirməlisiniz. Riyaziyyatı 5 və familiyasının birinci hərfi B olan. Sizcə bunlar ikisi də eyni anda ödəməlidir, yoxsa yenə biri ödəsə bəsdir? Eyni anda. Eyni anda. Eyni anda, Eyni çünki bu anda. ənd daxil. Və mən yalnız riyaziyyatı 5 olanların familiyasının baş hərfinə baxacağam. Bunun Dörd. riyaziyyatı 5 deyil. Baxmaya ehtiyac yoxdur. Bunun riyaziyyatı 5'dir, amma familiyasının baş hərfi bu deyil. Bunun da riyaziyyatı 5'dir, amma familiyası bu deyil. Bir dənə nə ödəyir burada? 4. 4. İndi 1, 2, 4 Dörd. nə? Dörd. 4'ün kəsməsi nə eləyir? Ay, Dörd. təkcə 4. Dörd. Deyir hansı yazı, ona görə cavab 4'dür. Desə neçə yazı, onda cavab nə olur? 1. Bir dənə. 1 Bir dənə, dənə. ay sağ ol. Sonra, burada maraqlı suallar varmı görək. Əsas göndərdiyim testdə olacaq maraqlı suallar. 73-də də baxaq, tabii bugünlük biraz tez bitirə bilərik. Demək, yenə də baxıram mötərizənin içinə. Uzunluğu 150-dən böyük və ya dərinliyi 29. İkisi də eyni anda ödəməlidir, yoxsa biri ödəsə bəsdir? Biri Bir ödəsə ödəsə bəsdir. Ay sağ ol. Bir uzunluq sütunu, bir də dərinlik sütunu. Bunun uzunluğu 150-dən böyükdür? Yox. Dərinliyi 29-dur? Yox. Ümumiyyətlə bunu götürə bilmərəm. Uzunluğu 150-dən böyükdür? Hə. 2. Heç baxmıram ha o birinə. Biri ödədi. Sonra uzunluğu Üç. 150-dən böyükdür? Bəli. Bu da 3. Bəli. Uzunluğu böyükdür? Böyükdür. Bəli. 4. Böyükdür? Bəli. Yox. Dərinliyinə Dərinliyi baxıram, o da böyükdür. 29 deyil. Bunu da götürmürəm. Bunun uzunluğu böyükdür? 6. Bunun uzunluğu böyük deyil, dərinliyi də heç uyğun gəlmir. Uzunluğu böyük deyil, amma dərinliyi 29-dur. 8-də götürdük. Müəllim, 5-i götürməyəcək. Çünki dərinlik dörd daxilində. Yox, böyük olmalı deyil, axı Bərabər 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 olmalı. olmalıdır. Hə. 2, 3, 4, 6, 8-i ənd elətdirirəm. Hə, bax, burada bir şeyi unutmuşdum. Gəlin, bunu Word-də tez yazım. Bu nədir? Baxın, böyükdürün notu, bir dəqiqə, böyükdür.
Bunun notu nə eləyəcək? 2 Çekti. bərabər. Bir bərabər. Ay sağ ol. Not böyükdür. Əksi kiçik olur. Əksinə çevrilir. Yanında da bərabər olur. Bəs not böyük bərabərdir əksinə olacaq. Kiçik. Sadəcə kiçik. Bitti. Sonra not kiçikdirin əksi böyük bərabər. bərabər. Bir bərabər. Not kiçik bərabərdir əksi sadəcə böyük. Yəni birində bərabər varsa o birində ola bilməz. İndi burada da mən nə edirəm? Bu tapdıqlarımı eni 30-dan kiçik olanın əksinə olur. Böyük Olmayan. bərabər. böyük. Ay sağ ol. 30-dan böyük bərabər. İndi eni 30-dan böyük bərabərlər hansılardır? 3, 3'tü, 4'tü, 4'dür, 6'dı, 6'dır, 9. Bir də 9. 9'dur. İndi bunları nəyi tapırıq? Əndin. Kəsişmə. Nə eləyir Kəsişməsi. bunların əndi? 3, 4, 4, 3, 6. 6. 6. Y variantı. Başa düşdünüz? Bəli. Bəli. Bu da bizim aksiz. İnşallah həftənin ikinci günü yenə 19:00-da möhtəşəm proqram təminatının sual cavabları 10 ardınca da yenə əməliyyat sistemi dərsi. Belə, Müəllim, çalışın sabah əlavə da dərs dərslərə, var. ümumi sınaqlardan geri qalmayın. Necə? Sabah da dərs olacaq. Sabahı bilmirəm, böyük ehtimal yox. Əsas ikinci günlər qoşulun, o bizə bəs deyil. Yaxşı. Bu günlük sağ olun. İnşallah növbəti dərslərimizdə görüşərik. Sağ olun. Sağ olun. Sağ olun. Müəllim. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun müəllim. Sağ olun.